Salam Ələkbərova, xoş gördük. Necəsiniz? Salam Ələkbərova, xoş gördük. Bu mənim yeni səhifəmdir. O bir səhifəm vuruldu. Sənin sayəndə pul kişi olur. Əsasən Allah ged o yana, oppan o yana. Kişili bir ailə ilə ölçülür. Sən əyləyəsən kişi görməm səni. Salam. Blok atın geçsin inşallah. Boş yazanına gönderin bloka geçsin. Kişi aktaranına gönderin bloka geçsin. Çok sağ ol Nikulya. Çok sağ ol. Siz necəsiniz? Teşekkür ederim. Minnettarım. Var olasın. Allah can sağlığı versin. Git ot. Banda Zahar'ın pokunu yemeyin de burada. Zahar belə, Zahar elə. Zahar'ın daşı düşür başı uza. Niku çok sağ olun. 101 tane gül olsa, her bir tane gül zəhmət olmasa, her bir tane gül eynimizi açaqın. Gic suallar verince eynimizi açaqın. Gürcüstana da salamlar. Səhifəmizdə takip atandan minnətdaram. Çok sağ ol. Sevbaxam, teşekkür edirəm. Ben burada canlı açıram ki, biraz əsəblərimi sakitləşir. Demirəm, şoblu, yollu gəlmədən əsəblərimi olsun. Xoşunuza gəlmə, izləməyin beni. Raul çok sağ ol. Sema çok sağ olun. Masallıya da salamlar. Emişi çok sağ olun. Salam. Salam Nurlan xeyr adımıza şu an. Allah Nurlan qapısını açsın. Qubadan salamlar Hüseyin. Qubaya da ateşli salamlar. Öpürəm Qubanı. Üç il 5 ay. Sen yaxşı kişi ol, sen yaxşı kişi ol. Ben pis kişiyim, sen yaxşı kişi ol. Amin. Lənkərana da salamlar. Mənim başqa sənətim yoxdur, yox. Mənim sənətim elə bir sənətdir. Başqa sənətim yoxdur. Sizin işiniz gücünüz yoxdur, gəlib bütün günü mənim ancaq eyni suallar verirsiniz. Gəl bizə yemək yiyib gedərsə. Çox sağ ol, teşekkür ederim. Minnəttar. Mən yeməyini yemişəm. Mən yeməyə görə ora-bura getmirəm. Əleyküm salam. Payınız çox olsun. Allah canınız sağ eləsin. Allah ürəyinizi görə versin. Minnəttarım. Çox sağ olun. Salam, çox sağ olun. Teşekkür ederim. Allah can sağ versin. Sizin de bayramınız mübarək. Teşekkür, Allah razı olsun. Allah can sağ versin. Qaqam, minnətdaram. Allah ürəyivə görə versin. Allah sürəni bol eləsin. Şükür Allah, işlərim də yaxşıdır. Teşekkür ederim. Allah köməyin olsun. Çox sağ ol. Allah ürəyinə görə versin. Sürən hər zaman bol olsun. Salam Qara bəy. Salam. Çox qarayam. Səccad yaxşıdır şükür Allah. Anasının yanındadır. Belə öyrəniniz yəni. Yox, istəmirəm Sarı Qurbanova. Allah köməklər olsun. İstəmirəm. Çox sağ olsunlar. Dünənlərə getmişdim bir bayram keçdi. Dün sırağa gün. Getdik. Yedik, içdik. Səccatımla bayramımı keçirdik. Allah can sağlığı. Özümü ana bildim, ata bildim, aileye gelmiştim.
Çox insanlar çağırmışdı, sağ olsunlar, var olsun, hörmətlər artıq olsun, süfrələriniz bol olsun. Mən daha hamısına çatdırıb gedə bilməzdim. Tanımadığım insanın evinə getmək istəmirəm, getmirəm. Hər bir problem ola bilər. Biri var idi, evinə, eşinə mənə Allah'ı gətirmək istirdi, evinə nə oyun çıxardacaq, da bilməm, yaşlı başları batdı. İndi yorumlarda ağzına gələn yazır. Mən görəndə Ayşə yazır, Ayşə görəndə məndən yazır. Seydərə arvadı. Allah bilinə oyuncu. Deyirəm, qonaq çağırır mənə təsəvvür edin. Deyirəm, xanım, konum adında gəlirəm. Mən özü tək gəlməyəcəm də, mən adamla gələcəm. Çünki yad yerə gedirəm, tanımadığım insanın evinə gedirəm. Sabahsın günü məndə, yox, falan yerə gəl. Gələk aşağıda xəyalının yanına buram bir. Bu, əşi, mən nə, konum adırsan, Allah kömək edir. Mənə sonra yazır, hər şey eləmişdik səhər üçün, hər şey düzəlmişdik səhər üçün. Gəlib çıxa bilmədin. Dedim, ay xanım, Allah elədi ki, işim yubandı. Gedirdim həqiqətən də. Allah elə elədi ki, mənim işim yubanda saat elə bir 5 oldu, 5'e işləyirdi. Yaxşı gedə bilməmişim. Deyirəm, konum at gəlim də, konum atın mənə, konum. Bəlkə sən mən ilişdirmək istəyirsən, yalanı konum atmışsın. Konum atın ki, mən sübut edeyim ki, məni konum atıp bu çağırıb evini qonaq. Sabah sildiğim mesajda hep bir şeyler. Düzüysen mən konum atmışım, özü gəlib basım edin mənim evimə. Üzlər gördüm mən o arvadda. Yaxşıdır, sonra dedim, yaxşıdır, qurban Allah sənə qoyucu, çox şükür getməmişim onun evinə. Kaçmaza da salamlar, çok sağ olun, teşekkür ederim. Ekranlarımıza tıkla zahmet olmuş dostlar. Yeni gelenler hoş geldiniz. Sayfamıza takip edenler çok sağ olun. Bu yeni sayfamızda azizlerim. Bu yeni sayfamızdır. O bir sayfalarım gitti. Bu yeni sayfamıza takip edin zahmet olmasa. Takip edenler çok sağ olun, teşekkür ederim. Naxçıvana da salamlar Papatyam, teşekkür ederim. Güzel Naxçıvanım. Bayramınız mübarek olsun. Takipçim Vasif, Liza çok sağ ol, minnətdaram. Hamı pisdir, sən yaxşı. Mən deməm hamı pisdir, mən qələt eləyərəm. Pis mənəm, siz yaxşısınız. Hamınız yaxşısınız, mən pisəm. Teşekkür ederim Babi, çok sağ ol, minnətdar. Ay, yok Babi, Melisa deyim. Beyləqana da salamlar. Yeni Suraxanıya salamlar olsun. Nüşabə xanım çox sağ olun. Salam. Bilirəm günahkar olmuşam, qayıt gəl, gözlədim yolunu, həsrətin qayıt gəl. Salam bravo, salam. Nüşabə xanım çox sağ olun. Şəkiyə də salamlar. I love you Şəki. Şəki, igidilər oylağı, Şəki. Çok sağ olun. Sizin de bayramınız mübarek olsun. Əzizlər, ürəklərim, teşekkür ederim. Allah size can sağlığı versin. Yaxşı ki, sizin kimi değerli izleyicilerim var benim. Amin Nüşabə xanım, çox sağ olun. Allah Xoşgələm xanıma can sağlığı versin. Xoşgələm xanım həqiqətən də çox mərd qadın, aslan kimi qadın. Bəzi sinəsinə döyən tanınmış kişilərdən də Dastoynidir Xoşgələm xanım. Xanım olarak çok əqidəli, ləyaqətli, yerini bilen, sözünü diyen, sözün arkasında diyanan. Ama çok təəssüflər olsun ki, çok kişilərimizdə şeyler yoktur. Dediğiyle, ağzıyla arası eyni olur. Küz sənin başı deyib, görüntülü qucaqlaşıram. Daş sənin başı olsun. Salam. Neyse zəhləm gedir bundan. Zəhləm gedir, niye izləyirsən məni? Zəhləm gedir, məni izləmək, gel başqa yerdə izlə. Nüşabə xanım, çox sağ olun, teşekkür edirəm. Nüşabə xanım, çox sağ olun. Mən heç kimi incitməyim. Yox, məndən zəhləm gedir, sən Allah məndən xoşun gəlsin, sən Allah məni çox istə. Bəli, əlbəttə. Çox sağ olun. Teşekkür ederim Ali Hanım. Sizin de yeni eliniz mübarek olsun. Hüseyin ürək verdiler size. Ne ürək verdiler bize? Kim verdi ürək?
Salam salam aslan, salam salam. Hoş gördük. Akşamınız xeyir olsun. Necəsiz dostlar? Ekranlarımıza tıklayın. Salam salam salam. Teşekkür ederim Tunan. Ben de sizin yeniliğinizi təbrik edirəm. Açar gəlmişdi axı. Mən bilmirəm açar nə açardı. Bilmirəm, vallahi izləmədə qalın bilmirəm. O açar yalan deyərəm mən. Hüseyri atın səsi uşaqlar. Göndərin geçsin. Bu Hüseyri nöqtə atan rəddirin geçsin. Rəddirin geçsin. Bayramınız mübarək olsun. Hoş gördüm sizləri. Can, mən də sizi hoş gördüm. Hoş gəldiniz. Mən bir tərəfim Dağlıdır, bir tərəfim Cənubi Azərbaycandan. Salamlar, əleyhmə salam, əleyhmə. Anasının yanındadır. Hello. Teşekkür ederim, var olasınız. Əleyhmə salam, əleyhmə salam. Məni əsr birləşdirməyə çalışırsınız öz ailəmizdə. Heç vecimə də deyil. Heç özünüzü tanımırsınız siz. Monitor qazında yazmağa nə var ki? Mən özümdən fəxr edirəm ki, bəziləri burada gic-gic yazır. Onlar anasına basına hörmət eləmirlər. Amma mən onların yerinə olan anasına basına hörmət eləyib. Burada məni izləyən analara, bacılara, qızlara, övladlara, oğullara, ağsaqqalara və şeylər hörmət əlaməti olaraq onlara cavab vermirəm. Ona görə də ki, qurban edirəm ki, bəni izləyən burada analar, bacılar, namuslu, qeyrətli insanlar var. Ona görə də deyirəm, qoy geçsin, nə istəyir, danışsın. Onlar anasına basına hörmət eləmirlər. Amma mən onların yerinə olan anasına basına hörmət edib, onlara cavab vermirəm, abratka vermirəm. Çünki ayıbdır. Məni burada o qədər insanlar izləyir ki, o qədər gözəl insanlar izləyir ki, o qədər məni əzizləyən, sevən insanlar izləyir ki, ətrafımda yaxşı olan insanlar izləyir ki. Balakənə də salamlar. Çox sağ olun, teşekkür ederim, var olasınız. Çox sağ olun, teşekkür ederim, var olasınız, Allah razı olsun. Ay Hüseyin, 1000 adamdan 20'si pis olsun da. Bəli, bəli. Gör nə qədər insanlar məni, gözəl insanlar izləyir. Mən o 20 nəfərə görə, 10 nəfərə görə bu qədər insanın qulaqlarına niyə pis söz çatdırmalıyım ki mən? Zaten onlar onu istəyirlər ki, Hüseyin əsəbləşsin, qoy sizinlə Hüseyinə baxa tərbiyəsi. Gör nə qədər gözəl insanlar var burada. Mən onların anasına, basına, hörmət əlaməti olaraq. Ona görə də gəl qaqam, gəl Balakənə, inşallah, inşallah, inşallah. Valla, buranaq elə istəyirəm, gelin rayonlarda gəzim. Elə istəyirəm, bax, ən çox istəyirəm, bax, Lənkərana getmək istəyirəm. Çünki oranı çox sevirəm, həmişə arzulamışam, amma yebi çıxa bilməmişəm ora. Sonra Balakən, Zakatala, Quba, Qusar, ən çox Quba, Lənkəran, Zakatala. Onlara getmək istəyirəm. Çox belə ürəyimdə olar da, ancaq onlara getmək istəyirəm. Çox sağ olun, sizin Allah köməyiniz olsun. Lerikə gəl. Talış bölgələrini çox sevirəm, əzizlərim. Bax, Lerikdir, sonra Avar millətini çox sevirəm. Qaz, Sakatala, Balakən və elə. Qoşmuram, ya Allah, Allaha and olsun, sən desən, ağır sözü eşitsən, desən, mənim o bir üzümü görməmsən, ha. Qoşmuram da dedim, sən insanda abır həyə yaxşı şeydir də. Həmişə görür Nasirim yerində gəlib adamda bir üzə abır həyə yaxşı şeydir. Uşaqlar əvvəlinə qozlarımızdan moykada işləyir. Sən nə oldu gündə TikTok'da dolamağa, sən bütün gün TikTok olsan, nələr işləyirsən? Görür ki, gönlüm bunlar adamlardılar. Bu moderatorlarımız, xahiş edirəm, Allah kimi göndərinsə sizə. Görürsən ki, mülayim danışıram, yenə gəlib əsəbləmi qoşur mənim. Səni kim göndərir mənim səhifəmə?
Lənkəranına gəl. İnşallah, inşallah, əziz Lənkəranlılar. Sizi çox sevirəm. Əziz talışlar, sizi çox sevirəm. Quba əhli, sizi çox sevirəm. Zaqatala, Balakən, sizi çox sevirəm. Bütün bölgələrimizi sevirəm. Amma xüsusən də ən ürəyinə gedən istədiyim yerlər o yerlərdə, oraya getmək istəyirəm. Nəzə Quba, Qusar, bax Qəbələdə olmuşam, Mingəçevirdə olmuşam, Gəncədə olmuşam. Bir də Lənkəranda olmamışam, Qubada olmamışam, Zaqatalada olmamışam, Balakəndə olmamışam. Şəki də gözəl yerdir, Şəki də inşallah, inşallah. Burası da xəyallar da, bomba kasıbı ne olmasa bomba xəyalları olur. Hər şey pul lazımdır. Allahın köməklə işləyirəm, Allah qoysa. Yayda söz demişəm, Lənkərana gələcəm, Lənkərana. Quba Lənkəran. Sonra İsmailli, bax ora. Qoşmuram. Göndərin, Allah və kəsəbəsin göndərin, xahiş edirəm. Göndərin inşallah, göndərin. Bezmiş onun əlinə. Ayıbdır, adam ayıbdır, ayıbdır, ayıbdır. Adam da Abrahaya yaxşı şeydir. Aycan Eygün, xoş gördük, necəsən? Ay Eygün, bu da Allah Ekber səhər. Deyir, qoş, məncə pul yığ. Əssalam aleykum. Deyirəm, buna çatmır. Ay, niyə səbləşsən? Ay, deməmişəm mən səbləşmə. Bırax başlarını, ha? Yox, qoşur Allah Ekber'i, qoşur. Deyir ki, qardaş, işi gücü var, məncə pul yığ burada. Niyə incilirsiniz? Gəlirsiniz bura, niyə incilirsiniz ki? Neyini oturub orada? Qoşmaq istəmir, zinaşdı qoşmaq istəmir də. Canlı mənimdir, burada nə var? Köynək hanımı, necə? Niyə hədər yerə işləndirirsiniz ki belə? Çöldə şalvar. Elə bir qəsdən elə, bu 30-40 manada. İndi neçə dəfə də mən yazdı ki, Aycan, bütün canlılardakı qoşulur ki, 30-40 manada. Qaquləm, gəlirsən, sabah beşərsən, gəl. Hazım o qədər işləyirsən, bütün gün oturmuşsan canlılarda. Ha, Hüseyin. Aycan. Gəl sabah səni gözləyirəm. Bax, əmi canı deyirəm, ata canı. Hara? Gəlmişəm rayondayam, evdəyəm. Qaqaş gəldi də, demədim oğlum gələcək. Toyunu görəsin inşallah. Başına dönərəm. Allah köməyin olsun. Allah sənə inşallah balana qismət eləsin. Cəllabad. Can, gözəl cəllabadım. Vallahi atacan səmimi qəlbdən deyirəm, amma kişiliyim haqqı gəl. Allah köməyin olsun. Allah canını sağ eləsin. Hələ yox. Mən səni həqiqi çox istəyirəm, ha vallahi, Allah haqqı. Mən səni səmimi olaraq həqiqi çox istəyirəm, vallahi, Allah haqqı. Bir oğlan olaraq, bir kişi olaraq. Qarşılığı minnətdən. Sən dəyərli qardaşsan, çox qabiliyyətli yerim nə var. Toyuna gəlir, Allahın köməklə, toyuna gəlir. Canımsan, canımsan var ol. Minnətdarım, teşekkür ederim, çox sağ olun. Sən neysən, vəziyyətin necədir? Şükür, şükür Allaha, şükür. Yaxşıyam. Əlhəmdülillah. Əsas odur ki, yaxşı deyən yaxşı olaq. Şükür, hə. Mən pis olanda da deyirəm yaxşıyam, elə qoy yaxşı olan deyim ki, Allah mənə yaxşı eləsin. Amin. Cəllabad mənə salam dedi. Bütün Cəllabad əhlinə bayramını təbrik edirəm. Əleykum salam. Cəllabad əhlinə salamlar olsun. Əleykum salam, əzizim. Uşaqlar, burada negativ yazmayın. Yazmaq istəyirsinizsə, əgər bir az da olsa, öz qeyrətünüzə hörmətiniz varsa, qeyrətünüzə belənsinə yox. Hörmətiniz varsa, gözəl sözlər yazın, gözəl sözlər. Yazsınlar. Onlar öz anasına, bacısına hörmət eləmirlər ki, məni burada qızıqlandırırlar ki, mən onlara agresif cavab verim. Bunlar mənə ağzını çıxan o anası da işitsin, arvadı da işitsin, qızı da işitsin, bacısı da işitsin. Mən sənə ona gördürəm, onlar səni tıncıqdırırlar ki, sən söyəsən. Onların hörməti mənim kimi oğullar qoyur. Bəyənmədilər Hüseyin qoyur. Ay sağ ol. Onlar səni bilə-bilə tıncıqdırırlar ki, ağzından söyüş çıxsın. Qardaş, xoş gəldin, Neşə. İnşallah, inşallah, təbrik edirəm. Mənə burada dəyər verdiyim, hörmət elədiyim insanlar izləyir. Mən də onlara ona görə deyirəm ki, Beşə gəldim, satdım, yaxşı gəldim. gedin, ayıbdır. Ayıb biləndirlər, rəhmətliyin oğlu. Onlar ayıb biləndir. Dördü inşallah qayıdıram işə. İloş, gəl bizə. Gəlir. İndi mən taksi vuracam, gedərsən qaqa. Baş şey edəcəm, prosedür kəsmişəm. Salam, yeni ilin mübarək. Çox sağ olun, teşekkür ederim. Sizin də bayramınız mübarək olsun. Bir başım vaxtı gedirəm, deyil mi? Ayrı neysən, ay qaqaş, vəziyyət necədir, canım başım necədir? Şükür Allah'a, şükür. Uğraş mənə sürpriz eləmişdi, xəbərim yox idi, bundan qabaq çatdım evə. Hə? Mənə deməmişdi, gəlişin yolda zəngiləyib, o maşını düzəltdiririk biz.
Bu mənə zəng eləyib, əmisinin telefonu ilə. Allah, aşkar, bu gəlməyəcəkdi axı. Əsəbləşdim olmuşum bunun üstünə, otdum maşına, bundan qabaq çatdım evə. Amin, amin, çox sağ ol. Ay Şəmsi nöqtə atmır, Aleyküm salam, Yusif. Sağ olasın. Bax, mən bunu həmişə deyirəm. Kim burada gözəl söz yazır, Allahın nəzəri və salamı onun üzərinə olsun, həqiqətən. Allah onun qəlbinə görə versin. Ata görürəm. Bax, mənim gözəl, bax, mən onu ata bilirəm özümə, xanımını ana bilirəm özümə, Hündür. Yazıb ki, gözün aydın olsun, qardaş, oğlun evə gəlib. Dünənlərdə hər dəfə mənə yayda, qışda, sağ olsun, çox məsləhətlər verib mənə. Böyük kimi, mənim atam olmasa da, böyüyüm olmasa, onlar mənə böyülü ediblər. Bayram günlərində mənə hər zaman yad edənlər oldu. Dünən də bayramı onlarda qeyd eləmişəm. Sağ olsun, gözəl süfrə açmışdılar. Allah ruzunuzu bol eləsin, əzizlərim mənim. Yaxşı ki, sizin kimi insanı tanımışam, Əşrəf əmi. Fəxr edirəm ki, sizin kimi insanlar mənim ətrafımda var. Çox mənə məsləhətlər verir, yolun düzünü göstərir mənə. Allah ona can sağlığı versin. Aleyküm salam sarışın, xoş gördük, necəsiz? Bayramınız mübarək olsun. Salam Kəmalə xanım, çox sağ olun, siz necəsiz? Xoş gördük. Bəli, derdi, ana dərdi. Can analara Allah can sağlığı versin. Analarınızın qədrini bilin. Bayramınızı təbrik edirəm, çox sağ olun. Mən də sizin bayramınızı təbrik edirəm. Xeyr, mən rayona getmədim inşallah. Mən rayona getmədim. Salam, bura ev deyil, bura oturacaqdı. Orada qapı açıqdı, deyən soğuq gəlir oradan. Çox sağ olun, sizin də bayramınız mübarək olsun. Gör nə qədər insan gözəl yazır burada. İçində indi 100 nəfərdən bir nəfər gecdirsə, qatıqdırsa, mən onun ağzına, onun yazdığına əsəbləşəm, mən hərdən fikirləşəm, mən niyə əsəbləşəm ki, boş-boş insanlara görə. Mən dediyimə gəlirsən, niyə əsəbləşsən hərdən? Görürsən, olmaz, neyinirsən, lazımdır. Sağ ol, başladı. Çünki bilirsən niyə, brat? Bax, gəlib o sənə artıq söz deyir, ha. Sən ona rəy verirsən, rəy bildirirsən, eşidirsən. Şu özün artıq adam hesab edir ki, aha, bu mənə deməli reaksiya verdi. Sən onu reaksiya vermə. Salam, salam, xoş gəldiniz. Mən də Cəlilabadda, mənim yerim burada oldu. Yəni problem yoxdur. Cəlilabadda nə vaxt gəlsin, elə bir Cəlilabadda da bir evim var. O dəyərli rəqamdır mənim. Mən onu çox istəyirəm, həqiqi çox istəyirəm, abra. Bəyadır, vurdum. Allah hamd olsun, sən mənə çox xoşuma qaldı. Yəni, xoş qədəmin də verilişinə baxıram. Yazarsın. Ona görə nə vaxt gəlsin, Cəlilabadda bir dənə qardaşın evi var. Hüseyin, inşallah gələcəm Bakıya, ayın 4-ü, 5-i Bakıda olacağım, zəng edirəm sənə. TTM-də orada olmuşam, 20-də. Bayramı təbrik edirəm. Bizim yolun üstüdür, bizim evin yanıdır ora Hüseyin. 2026-cı il düşərli olsun sənə. Amin. Öpürəm qardaş. Teşekkür ederim. Sizinle var olasın. Allah can sağ olun. Sağ ol. Bax, bu da bizim cənabımızdır ya, görürsən Hüseyin. Nə vaxt gəlsin qardaşsan, elə bir Cəlilabadda da bir dənə evim var. Allahın adına olsun, qəlb ürəklə deyirəm, Allah haqq. Bunların qızı var, nədir, neynirsən, gezinəm olmaq istəyirsən? Öldürəm, özündən müğayət ol, Allah'a amanət ol, sağ ol. Güzel xeyr. Sağ olun. Çok. Mən ona bir dənə cavab verim, məni bağışlasın bu 1K adam. Mənim qızım yoxdur, 2 oğlum var, amma sənin yezindən ola bilərəm, problem yoxdur. Nə var ki burada? Şərəfsizlər, ağzınızda deyirik ki, gəlib normal şey yazın. Alo. Salam, xoş gəldiniz. Salam. Salam, axşamınız xeyir olsun. Yeniniz mübarək olsun. Təşəkkür xanım, Allah razı olsun. Qardaş, siz də kömək istəyirsiniz, amma mənim 30 azeyinə ehtiyacım var. Balamın gözləri görmür, dərmanını alacam. Gel canım. Onu bizə. Qurban olum, sizə nə olar? At kartı mən sənə 30 manat yox, gücüm çatan atarım. Ancaq baxın, qoşulurlar mənim canıma, ancaq Quran haqqı, ancaq elə bir ki, qəsdən qoşulurlar. Xanım, mən bir dənə bir söz deyim, ay Hüseyin, sən əsəbləşmə, mən xanıma bir kəlmə söz deyim. Heç kimə qoşulmamışam, inan Allaha. Ay xanım, bunun öz problemi özünə bəs eləyir də. Bunun öz dərdi özünə bəs eləyir də, başva dönərəm, gözəl xanım. Bilirəm, onu çox gözəl anlayıram. Allah sənin köməyin olsun. Yəni, canlıda eşidən hər bir kəs, kimin imkanı çatırsa xanıma köməkli eləsin. Ancaq belə şeyə çıxıb, yəni bu qardaşı, yəni deməyin də onu, bilirsən niyə üçün? Bunun öz dərdi həqiqi özünə bəs eləyir. Məsələn, o da insandır, onun da qəlbi var.
Bilirəm, elə onun qəlbinə görə mən onun canlısa Yoxsa misafir yatdım ki, o Allah razı boşacaq olsun, məni. siz- Salam, salam, salam. Bax, əzizlərim, elə bir ki, mən Quran haqqı elə bilirəm ki, kimsə bunları qəsdən göndərir mənim səhifəmə ki, mənim səhifələrim vurulsun. 53 minlik səhifəm getdi 2 gün bundan qabaq. Canın sağ olsun. Və yazıb Özün bir ki dənə buradasan. yazıb ki, bax, sevgim Allaha yazıb ki, kart atın 10 manat. İndi kartınızı deyin atın, indi eyb yox, qadındır, eyb yox. Amma xahiş edirəm, məni başa düşün, qurban olmuş sizə. Əzizlərim, ürəklərim. Kartım səhifədə var, buradan da deyim amma. Yox, kartı burada deməyin, qaqaşın səhifəsi gedər. Təzə səhifədir, yəni təzə açıb, yazıqdır da. Hər gün səhifə açıb adam yığmaq olmur. Sağ olsun, burada olan adamların Allah köməyi olsun. Səhifəmdə paylaşmışam. Anam, sevgim Allaha yazıb ki, sevgim Allaha yazıb ki, mənim səhifəmə yazsın, mən ona amma adatım. Siz çıxın, o səhifəsinə yazın, sevgim Allaha baxın, yazı şu ansın. Elə bildim şeydir ki, gəlir bizi tutmağa aparılır. Ondan sonra toxlaq. Həyat gözəldir yazıb ki, yaxşı xanım. Bu qardaş şey açmasaydı, canlı açmasaydı yığmayacaqdı pul. Baxın, əzizlərim, gedin bax 10K olan, 5K olan, 7K olan izləyicilərin yanına başınıza dönmə əzizlərim, rəhlərim mənim. Bura yığılanlar yerə yığılmayıb. Bura yığılan Hüseynin pisliyinə də yığılıblar. Bax elə bax burdaşlarına elə hamısı eşitsin. Yaxşılığına yığılan da var, Hüseyni istəyən də var, istəməyən də var. Yəni bura nə evlənmə proqramı deyil, nə Sənin də bayram mübarək, ürəyim, Allah sənə can sağlığı versin. nə pul yığmaq üçün proqram deyil. Bu proqramı açıb bu qardaş özü üçün desin, gülsün, biraz nastroyenisi açılsın. Gəlib dərdin üstünə dərd niyə verirsiniz ki? Nə olur güya, nə verirlər? Əlinizə nə keçir? Salam, axşamınız xeyir oğlum, necəsən? Axşamısı. Salam, çox sağ olun, yavaş-yavaş şükür. Sizin necə? Bayramınızı təbrik eləyirəm. Öpürəm sizi. Allah həmişə gözəl günlər qismət eləsin. Allah ruzi bərəkətini bol eləsin. Özünə Allah Amin, ev Allah, qismət amin. eləsin. Həyatın Çox sağ hər olun. zaman gözəl gəlsin. Balanla bir yerdə. Öpürəm səni atam. Çox sağ ol. İndi məni çıxa bilmirəm. Minnətdarım, çox sağ olun. Çox sağ ol xanım. Gözəl sözlərin üçün Allah səndən razı olsun. Baxın, bax. Bu da bizim Azərbaycan xanımı. Gördünüz, çıxdı 2 kəlmə, gözəl sözlərini ifadə elədi, düşdü, getdi, vəsiyo. Niyə deyir, birdən yox apardı səni. Hüseyin, mənə nə qulluğunda da nə ehtiyacın var? Sənin sağlığın qaqım, qulluq sahibi ol, Allah balanı. And olsun Allaha, valla qardaş canı. Mənə şəxsiyyən nömrə yazarsan, gələcəm Bakıya zəng edirəm, çıxıb oturarıq, bir dənə çay içərik. Söhbət eləyirdik. İnşallah qaqım, inşallah, inşallah. Canım sana ayın 4'ü Bakıda olacağım, 5'i görüşərik inşallah. İnşallah qaqım, inşallah, inşallah. Oldu canım mənim, öpürəm səni, bağrıma basıram, Allahın əmanətində ol. 5 ay, yox, mən söz verirəm, 5 ayın... Danışarıq. Danışarıq. Sağ olsun, xoş gələm xanım, uşağı həkimə bir yönləndirib. Bayramdan sonra uşağı həkimə aparacaq. Danışarıq, bir dənə əlaqə siviyaza çıxarıq, əlaqə saxlayarıq, bir dənə vaxt təyin eləyərik, oturarıq inşallah axşam. Teşekkür ederim, minnətdaram. İnşallah, Oldu inşallah. atam, oldu başına dönüm, çıxıram, qonaqlarım var, birazdan inşallah burada olsun, gələcəm. Qanalı qaralı olsun eviniz. Hər kəs salamlar olsun, Canımsan, bayramlar xoş mübarək. oldu, narahat elədim, haqqını halal elə canım mənim. Sağ ol qaqam, sağ ol. Başına dönərəm, öpürəm səni, Allahın əmanətində ol. Sağ ol qaqam, sağ ol. Ekranlarımıza tıklananlar, səhifəmizə takip atanlar, bu mənim yeni səhifəmdir, əzizlərim, ürəklərim. Allah sizləri qorusun, Allah sizə can sağlığı versin. Lula gəlir, Lula. Moskvadan Lula gəlir, sabah öbürsü. Nə olacaq bilmirəm. Mən onunla Bakıda tanış olmuşam. İçəri şəhər metrosunun yanında. Subay vaxtı idi. 4 il bundan qabaq. Ətini də Akasiyevicə o Lula göndərir mənim üçün. Lülə, sən hardan çıxdın peyda oldun, ay Lülə? Deyir, uşağım var. Mən dedim, o uşağın adını Bəxtiyar qoyarsan. Amma o da uşağın adını qoyub Aylık. 2 ildən sonra da mənə qarşı dedi ki, uşaq belədir, elədir. O mən ona danışanda dedi, mən 6 aylıq hamiləyəm, oğlum var, mənim bir oğlum olacaq, səndəndir. Adını dedim, Bəxtiyar qoyarsan. Mənimcə adını qoyarsan Bəxtiyar. O da qoyub adını Aylık. Mən istəmirəm. Gəlsin, mən də o gələndən sonra o Lülə xanımdan özümdən də analiz verdirəcəm. Görüm, həqiqətən də o Aylık mənim oğlumdur, yoxsa yox.
Salam, salam, salam. Xoş gördük sizləri. Axşamınız xeyir. Yo, hər yoldan çıxıb deyə durum gəlir deyəcək ki, bu uşaq səndən belə şey olur. Ayıb deyir valla. Mənim deyil, mən əminəm ki, mənim uşağım deyil. Yalandan deyirlər ki, bu Moskvadakı qız gəlib ki, Lülə. Deyir, səndəndir, Alik. Mən demişdim, əgər məndənsə adını qoyarsa Bəxtiyar, Azərbaycan adı qoyarsan. O da qoyub adını Alik. Kart nömrəni at Hüseyin. Ali yazıb mənə. Alin yazıb ki, kart nömrəni at. Həqiqətən mi at? Düzdür, mənə Allah can sağ olasın. Mən bir şeyim ehtiyac yoxdur, hər şeyim yemişəm, içmişəm, eləmişəm. Allah can sağ olasın, xoş edəm xanıma, Ramal müəllimə. Var olsun, Allah onlara can sağ olasın. Allah onun anasını, atasına rəhmət eləsin. İndi yazacağım burada. Yəni, sübut eləmək üçün sizə, bax, kart nömrəsini at Hüseyin yazıb. Bunu görün, sonra mənə yazın ki, dilənçiliyi nə bilmirəm. Mən yığıcılıq eləmirəm, əzizim. Özü ürəyindən keçib, bilmirəm, doğru deyil, yalan deyil. Onu siz qərarlaşdırarsınız. Heç inanmıram deyə, yox, qoymuram, istəmirəm, lazım deyil, qardaş, istəmirəm. Səcə xəstə deyil, şükür Allah. Prozo hər ay müayinələrə getməlidir ki, artıq ikinci ayda göndərməmişəm müayinəyə. Salam aleyküm. Aleyküm salam. Kardeş ne var ne yok akşam okey. Artıq gələcək, şükür Allah. Senin başın ne tabi. Şükür. Bir yakşı olasın her zaman. Allah sana ömür versin. Balaları o canı salamat eləsin. Çok sağ ol, çok sağ ol. Teşekkür ederim. Allah Mənim bir balam var, o Səltanqda. Moskvadakı mən bilmirəm. Mənimdir, mənim deyil. Hələ bilinmir o. Yaxşılar inşallah. Allah seni o bir balığı saklasın. Çok sağ ol. Teşekkür ederim. Var olasın. Allah sana ömür versin. Ben takip atıram her zaman. Yani hediye de atıram her zaman sizin canınıza. Salam yazıram. Allah sizi korusun. Teşekkür ederim. Çok sağ ol. İnsan özüne bir değer veren, insan bir hanıma değer verirse, evindekine değer verirse, özüne değer verir. Allah size korusun, Allah size ömür versin. Çok sağ ol. Allah sizin kardeşlerine canı sağ olasın, Allah ömür versin. Minnətdaram, var olasın. Allah sana sağ ol. Teşekkür ederim. Çok sağ ol. Var olasın kardeş. Allah həmişə Allah səbrinizi versin. Heç nə demirəm. Allah Amin. səbir versin. Vallahi Allah haqqı Amin, edir. amin. Allah haqqı. Baxıram Çok sağ ol. mən çox mən xoşqədəmə baxıram. Mən özüm Sabirabadlıyam. Xoşqədəmə baxıram. Qardaş Allah sizə səbir versin. Allah hamd olsun. Mən o görə deyirəm. Allah sizə səbir versin. Çok sağ ol. Çok sağ ol. Heç nə de- Teşekkür ederim. Minnətdaram. Var ol. Allah razı olsun. Salam, salam, salam. Hoş gördük herkesi.